Salam, bugünkü mövzumuz bağlanma nəzəriyyəsi haqqındadır. Bağlanma nəzəriyyəsi uşaqla ana arasındakı emosional bağdır. Ailə-daxili münasibətlərdən başlayıb sosial əlaqəmizə qədər yol alan bağlanma anlayışı sağlam münasibət qurmağımıza, həmçinin bağlanma problemi yaşamağımıza qədər fərqli formalarda qarşımıza çıxır. Bütün həyatımızın təməlini təşkil edən bağlanma formaları ailələrdən gələn münasibətlərimizə əsaslanır. Bağlanma nəzəriyyəsi insan münasibətlərini açıqlayan və xüsusilə valideyn-uşaq bağlılığının yetkinlik dövründəki münasibət dinamikasına necə əks olunduğunu göstərən bir konsepsiyadır. Bu konsepsiya münasibətlərimizdəki duyğu və davranışları anlamaq üçün möhkəm bir təməl təşkil edir. Bağlanma nəzəriyyəsi yaxud bağlanma konsepsiyası 1950-ci illərdə İngilis psixoanalitiki Bowlby tərəfindən irəli sürülmüş və Amerikalı psixoloq Mari tərəfindən isə daha da inkişaf etdirilmişdir. Bu konsepsiyaya görə uşaqla ilkin olaraq ana və ata arasındakı bağ gələcəkdəki münasibətlərin formasına ciddi şəkildə təsir göstərir. İnsan ətraf aləmlə əlaqə yaradaraq özünü inkişaf etdirir. Xüsusən uşaqlıq dönəmində yaranan bağlanma münasibətləri insanın gələcək həyatında ciddi və digər insanlarla quracağı münasibətlərdə əsas rol oynayır. Bu nəzəriyyəyə görə insan uşaqlıqdan etibarən özünü müəyyən şəxslərin yanında güvənli yaxud təhlükəsiz hiss edir və bu bağlanma münasibətlərində həlledici rol oynayır. İndi isə bağlanma növləri haqqında qısa da olsa danışaq. Hamımızın çox sevdiyi etibarlı bağlanma növüdür. Etibarlı bağlanma münasibəti qurmuş uşaqların valideyni əsasən uşaqları ilə yaxşı bağ qurmuş olur. Uşağı ağladıqda onun niyə ağladığını bilən və bunu təmin edən valideynlər olurlar. Güvənli bağlanma ən sağlam bağlanma nümunəsidir. Bu bağlanma formasında ana ilə körpə arasında güvən əsas məqamdır. Ana körpəsinin ehtiyaclarını vaxtında və sağlam şəkildə qarşılayır. Ana övladının tələblərini bilir və onlara uyğun davranış nümayiş etdirir. Ana uşağın ehtiyaclarına qarşı həssasdır. Ana ilə uşaq arasında sağlam bir bağ vardır. Ana uşağın yanından getsə də onun geri dönəcəyini bilir və geri dönəndə uşaq sevinir. Uşaqlıq dönəmlərində bu cür bağlanmaya sahib olan insanlar qalıcı, güvən dolu, romantik və sosial münasibətlər qura bilirlər. Hisslərini ifadə etməkdə çətinlik çəkməzlər və dünya onlar üçün güvənli bir yerdir. Qısacası, güvənli bağlanma uşaq yaşlarında qazandığınız güvənli hisslərin yetkinlikdə də özünü rahat, anlaşılan və dəyərli hiss etməyimizə zəmin hazırlanan əsas bağlanmadır. Burada valideynlərin yanaşması həlledici rol oynayır. Uşaqları ilə emosional bağ yarada bilən, onların hisslərini önəmsəyən və öz davranışlarının məsuliyyətini götürən valideynlər güvənli bağlanma prosesini daha da sürətləndirir. Növbəti bağlanma növü qaçınan bağlanmadır. Qaçınan bağlanma tərzinə malik olan uşaqlar analarından ayrıldıqda bundan təsirlənmir, aqressiv reaksiyalar göstərmir, ana yaxınlaşdıqdan sonra isə təmasdan qaçaraq diqqətlərini oyuna verdikləri müşahidə edilmişdir. Analara baxdığımızda, yəni onları müşahidə etdiyimizdə, onların ümumiyyətlə soyuqqanlı olduqları, uşaqların yaxınlıq istəklərini rədd etdikləri və duyarsız olduqları görülür. Belə bağlanma tərzinə malik yetkinlər isə yaxın emosional əlaqələrdən qaçmağa meyillidirlər. Qarşı tərəfin gözləntilərindən narahatdırlar, müstəqil olmaqda xoşbəxtdirlər. Heç kimə etibar etmir və başqalarının onlara güvənməsini istəmirlər. Ananın yaxud atanın məsafəli və soyuq rəftarı zamanı bu bağlanma ortaya çıxır. Bu zaman uşaq ana və ata olduqda yaxud olmadıqda oxşar, eyni reaksiyaları verirlər. Bu bağlanma uşağın gələcəkdə münasibət qurmağında çətinlik çəkməsinə gətirib çıxarır.
Qaçınan bağlanma ana övladına qarşı məsafəli və soyuqdur dediyimiz kimi, ana uşağın yanından getsə də uşaq bunun fərqində deyil və geri döndüyündə reaksiyası dəyişmir. Uşaqlıqdan bu cür bağlanmaya sahib olan insanlar münasibət qurmaqda çətinlik çəkirlər, ətrafa deyil, sadəcə olaraq özlərinə güvənirlər, hisslərini ifadə etməzlər və sosial münasibətlərə önəm verməzlər. Dünya onlar üçün güvənsiz bir yerdir. Ən geniş yayılmış əlamətləri isə həddən artıq müstəqillik hissi, fiziki və emosional yaxınlaşmadan qaçınma, başqalarını kiçildən və yaxud tənqid edən bir baxış bucağı, duyğuları ifadə etməkdə çətinlik çəkmə, özünə yaxınlaşan insanları təhdid kimi qavrama, güvən problemi yaşama, heç kimə ehtiyac duymadığına inanma, tək vaxt keçirməkdən xoşlanmaq və bağlanma fikrindən təşviş duymaq. Bunlar əsas ən geniş yayılmış əlamətlərdir. Üçüncü, təşvişli bağlanma və yaxud narahat bağlanma olaraq adlandırılır. Təşvişli bağlanma zamanı uşaqlar anaları ayrıldıqda güclü narahatlıq, gərginlik və qəzəb hissi keçirir, yad adamla ünsiyyətdən imtina edirlər. Ana ilə qovuşduqda isə yenə də sakitləşməkdə çətinlik çəkirlər. Bu uşaqlar ətraf mühiti araşdırmağa meyilli deyillər. Ana uşağın yanına qayıtsa belə bu vəziyyət biraz daha davam edir. Uşaqlıq dönəmlərində bu cür bağlanmaya sahib olan insanlar qayğılı və qarşı tərəfə bağlı sosial münasibətlər qurarlar. Özlərinə deyil, qarşı tərəfə güvənməyi seçirlər. Dünya onlar üçün qeyri-müəyyən bir yer kimi qavranılır. Təşvişli bağlanma stilinin formalaşmasında 4 əsas amil var. Birinci, tərk edilmə qorxusu, ikinci, rədd edilmə qorxusu, üçüncü, kiməsə həddindən artıq bağlı olmaya meyillik və emosional təsdiq üçün davamlı olaraq partnyora ehtiyac duyma hissi. Bu faktorlar şəxsin özünə dair güvən çatışmazlığını və digər şəxslərdən gələcək təsdiq gözləntisini gücləndirir. Daha çox əlamətlər qısqanclığa meyil, aşağı özünə inam, tək qalmaqdan çəkinmə, qorxma, davamlı olaraq başqalarının təsdiqini gözləmə, güvən problemi, tərk edilmə qorxusu, rədd edilmə qorxusu, özünü sevgiyə layiq olmayan biri kimi görmə, tənqidə qarşı həssas olma daha çox günümüzdə rast gəlinir. Dördüncü bağlanma növümüz isə qarışıq bağlanma olaraq adlandırılır. Bu bağlanma ən xoşa gəlməz bağlanmadır. Ümumiyyətlə, ana patoloji olaraq bir duruma sahibdir. Uşağın ehtiyaclarını görməz və eşitməz. Ana uşaq üçün həm yaxınlıq qurmaq istədiyi, həm də güvənmədiyi biridir. Ana yanından gedəndə uşaq özünü narahat hiss edir, geri gələndə də sakitləşmir, bir neçə saniyə sonra yenidən yanından uzaqlaşır. Bu cür bağlanmaya sahib olan insanlar münasibət qurmaqda çətinlik çəkərlər, çünki nə özlərinə, nə də qarşı tərəfə güvənməzlər. Dünya onlar üçün yenə güvənsiz bir yerdir və ananın uşağa qarşı tutarsız davranışlar göstərməsi, onun ehtiyaclarını bəzən qarşılaması, bəzənsə qarşılamaması narahat edici bir hal yaradır və uşağın anadan ayrı olduqda narahatlıq hissi daha da artır. O qayıtdıqda belə bu narahatlıq hissi aradan qalxmır. Burada ən çox rast gəlinən problemlər güvən çatışmazlığı, təşvişin yüksək səviyyədə olması, ziddiyyətli və çaşdırıcı yanaşmalar, rədd edilmə qorxusu, duyğuları tənzimləməkdə çətinlik çəkmə, qaçınan və təşvişli stil əlamətlərinin birlikdə əlamətlərini biz bu növdə görürük. Böyük itkilər, travmalar və ya hər hansı psixopatologiyalar uşaqda dağınıq bağlanma stilini yarada bilər. Bu bağlanma forması qeyri-sağlam bağlanma forması sayılır. Ananın mövcud yaşam şərtləri səbəbilə uşağın ehtiyaclarını qarşılaya bilmir və yaxud qarşılamır. Beləcə də onlar arasında güvən olmur. Bu bağlanma stili həm həyəcanlı, təşvişli, həm də qaçınan davranış nümunələrini özündə birləşdirir.
Diqqətiniz üçün təşəkkür edirəm.